Bəlkə düzəlişdik, hə? Sənə də sərfəlidir, mənə də. Deyərsən ki, çata bilmədim. Ya da qayadan yıxıldı. Kim nə bilir? Qoy gəlib axtarsınlar. Bura bax, qoca. Görəsən siz vicdanı neçəyə satın alırsınız, hə? Bu kağız deyil, ha, bala. Puldur. Sovet puludur. Buna ürəyin nə istəsə ala bilərsən. Sən hələ cavansan. Nə vaxta kimi burada qalıb sərhəd dirəyi kimi çürüyəcəksən. Götür. Çəkinmə. Görürəm dəyanətli olansan. Yəqin ki, ailən səni gözləyir. Bəlkə nişanlın da var. Az pul deyil, ha? Ev dalarsan, toy da eləyərsən. Götür. Əllər yuxarı! Yenə başladı. Qalx, əllər yuxarı. Başqa söz tapmırsan? Bəs sən? Pul, qızıl, bundan başqa söz bilmirsən? Yığışdır zibilini! Təsdiq eləmə, oğlan. Acıqlı başda ağıl olmaz. Sonra peşman olarsan, ha? Yeri deyirəm sənə! Yaxşı. Tez ol! Aha, yaxşı oldu, özün gəldin. Bu saat dükkanı bağlayıb sizə getirdim. Elə ola. Bax, qısab heç mənim xoşuma gəlmir. Səhərə kimi yatmamışam. Gələn olmadı, mallar da qalıb evdə. Sən də hər şey şişirdirsən. Bizim işimiz dəmir yol cedvəl deyil ki. Dünən gəlməyib, bugün gələr. Xeyr, qorxuludur. Nə vaxtını saxlayacaq? Ay kişi, xalq malından bezməyib ki, gəlib apararlar da, bir səbrin olsun. Yox, qorxuram xatar çıxar. Bilirsən nə var? Gəl malları apar. Hə, başqa söz tapmadın. Heç demirsən, gəl pulları yapar. Gəl pullarını da apar, malları da apar. Yavaş danış, axmaq. Sən özünü da satsan, mənim borcumdan qurtarmazsan. Adam kişi olar. Axşam sizdə olacağım. Əgər gəlməsə, onda malları apararam. Ağcıgər olma. Yaxşı. Hava qaralandan sonra gəl. Görən olmasın. Sən axırı mənim başını bəlaya salacaqsan.